Daxili qoşunların yaradılması müstəqilliyimizlə yaşıd olsa da, 90-cı illərin xaosundan xalqımızı xilas edən Ulu Öndər Heydər Əliyevin rəsmiləşdirdiyi 12 mart 95-ci il tarixi mühüm dönüş anıdır. Bir tərəfdə ərazilərin işğal olunan və 1 milyon məcburi köçkünün humanitar faciəsi, digər yanda hərbi və kriminal qrupların, etnik separatçıların tüğyan elədiyi bir ölkədə daxili sabitliyin təminatı bir nömrəli vəzifə idi. Əvəzində Sovet milis serjantlığından polkovnik ali hərbi rütbəsinə çatdırılan şəxsi daxili qoşunlara rəhbər təyin edən cəbhə hakimiyyəti Gəncədə süquta uğrayanda qurumun komandanı meydandan qaçdı. Ermənistanla döyüş cəbhəsində qəhrəmanlıq göstərən xüsusi təyinatlı polis dəstəsi də sonralar silahı dövlətə qarşı çevirdi. Anarxiyaya son qoymaq üçün sistem adamı olan Heydər Əliyev təkcə milli təhlükəsizlik orqanlarını deyil, o cümlədən Naxçıvanda uğurla sınaqdan çıxardığı dövlətə sadiq Daxili İşlər Nazirliyi strukturunda daxili qoşunları gücləndirməklə nəinki əmin-amanlığı təmin elədi, o cümlədən xaricdən yönəldilən sui-qəsdləri və terror aktlarını da dəf etdi. O vaxt Ulu Öndərə qarşı silahlı təxribatlar, o cümlədən görkəmli dövlət və elm xadimlərinin qətilləri dövlətə qarşı atılan güllələr idi. Daxili qoşunlar 10 minlərlə milli polis qüvvələrimizdən çiyin-çiyin Azərbaycan dövlətçiliyini qorudu, konstitusiyon quruluşun və daxili ixşaşların qarşısını aldı. 2003-cü ilin dövlətçiliyi imtahanı zamanı Azadlıq meydanına və dövlət orqanlarına hücum eləyən Qaragüruh Birliyi, Cəbhə Müsavat qanlı inqilabının dəf edilməsində də xalqın iradəsi, daxili işlər orqanlarının qətiyyəti dövlətimizin yenidən qalib gəlməsinə səbəb oldu. Milli Məclisi müzakirəsində çıxarılan daxili qoşunlar haqqında yeni qanun layihəsi zəfərimizin birbaşa nəticəsi, yeni dövlət quruculuğu siyasətinin bariz nümunəsi, qlobal təhlükələr və çağırışlar dövründə silahlı qüvvələrin və hüquq mühafizə orqanlarının dəqiq statusu, vəzifələri və səlahiyyətlərinin müəyyənləşdirilməsi deməkdir. Cənubi Qafqazda son hadisələr, Gürcüstanda toqquşan dövlətlərin savaşı geniş coğrafiyaya yaymaq niyyətləri, o cümlədən Ermənistanla sülh müqaviləsində qarşı planlar bütün dövlət orqanlarının çevik və koordinasiyalı fəaliyyətini tələb eləyir, Azərbaycanın regional təhlükəsizlik arxitekturasında aparıcı rolunun qarantı kimi çıxış eləyir. Sənəddə daxili qoşunların səlahiyyətləri, struktur və məsuliyyət dairəsi konkretləşir, müstəsna hallarda daxili qoşunlara verilən polis funksiyalarının icrası, məlumatların məxfiliyi, güc tətbiqinin çərçivələri beynəlxalq hüquqi sənədlərlə uzlaşır. Avropa İnsan Haqları Konvensiyası, BMT-nin hüquq mühafizə orqanları üçün etik davranış kodeksində olduğu kimi, güc tətbiqi yalnız son çarə kimi zərurət və mütənasiblik prinsiplərinə uyğun aparılır. Zorakılıq deyil, hüquqi əsaslı müdaxilə göstərilir. İctimai nəzarət üçün ombudsman və vətəndaş cəmiyyətinin rolu tanınır. Azərbaycan daxili qoşunları ictimai asayişin və o cümlədən aksiyaların təhlükəsizliyinin təmini, fövqəladə hallarda dövlət maraqlarının müdafiəsi və hüquqa zidd hərəkətlərinin qarşısının alınması kimi əsas vəzifələrə malikdir. Daxili qoşunların fəaliyyətinə ümumi nəzarəti silahlı qüvvələrin ali baş komandanı həyata keçirir. Ona görə də daxili qoşunlar hesabatlıdır, üzərində yüksək dövlət nəzarəti mövcuddur. Təkcə milli kontekstdə deyil, regional və beynəlxalq təcrübə ilə müqayisə aparsaq, qardaş Türkiyə jandarmeriyası ölkənin kənd və qəsəbələrində təhlükəsizliyi təmin eləyir, Milli Müdafiə və Daxili İşlər Nazirliyi arasında xüsusi statusa malikdir. Fransa Milli Jandarmeriyası da həm hüquq mühafizə orqanlarının funksiyalarını, həm də hərbi qüvvə kimi hərbi vəzifələri icra eləyir. Onlar xüsusi əməliyyatlar keçirir və fövqəladə hallara cavab verirlər. Göründüyü kimi, hər bir ölkənin daxili qoşun və yarım hərbi strukturları öz milli xüsusiyyətlərinə, coğrafi və təhlükəsizlik tələblərinə uyğun formalaşır. Digər bir göstəriciyə görə MDB, Türkiyə, Şərqi Avropa ölkələrində daxili qoşunların şəxsi heyətinin sayı qardaş Türkiyədə 50 min nəfər, əhalinin 100 min nəfərinə 59 nəfər, Rusiyada 340 min, əhalinin 100 min nəfərinə 236 nəfər düşdüyünü görürük. Azərbaycanda daxili qoşunların sayı 19 min nəfərdir, əhalinin 100 min nəfərinə düşən say isə 188-dir. Şəxsi heyət, silah, texniki təchizat, təlim səviyyəsi, əməliyyatlara hazırlıq, mərkəzləşmiş idarəetmə, koordinasiya qabiliyyətinə görə ölkəmizin daxili qoşunları təkcə regionumuzun deyil, müstəqil dövlətlər və Şərqi Avropada ön cərgələrdə dayanır. Müharibə təcrübəsi olan, əməliyyatlara çevik reaksiya verən, döyüş şəraitində sınaqdan çıxan qüvvələr sabitliyin qarantıdır. Tam əminliklə deyə bilərik, Azərbaycan qalib orduya, güclü daxili işlər sisteminə,
çevik dövlət təhlükəsizliyi və sərhəd xidmətinə malikdir. Təhlükəsizlik bir bütövdür. Onu yalnız güclü qurumlar bircə qoruya bilər. Yekunda bir daha layihəni təkcə hüquq deyil, qələbəmizin davamlılığını təmin edən institusional islahat, böyük qayıdışın təhlükəsizliyə söykənən sütunu kimi qiymətləndirir və səs verəcək. Sağ olun.